Belə bir sual verəcəm. Elə bir məclis olubmu ki, məsəl üçün də deyiblər ki, sənə ki, Pərviz, özün gəl, Türkan xanımdan gəlmə. Yəni ki, biz istəyirik ki, sənin ifalarını dinləyək. Yoxsa sən o icazəni elə edirsən ki, elə söz sənə deməsinlər. Yəni, o plankanı qoruyub saxlayırsan. Çünki tamaşaçı hərdən birdən çox qısqanc olur. Pərvizi sevən tamaşaçı, əsas da ki, xanım tamaşaçılar, sevən xanım tamaşaçılar öz tədbirlərində, hətta toylarında da görmək istəyəndə deyirlər ki, məsəl üçün, ay papa, nə bilim, elə ki, Türkan gəlməsin, yalnız Pərviz gəlsin, orada gözəl mahnılarını oxusun. Ola bilir elə? Olur, arada özüm də vururam. Arada... Ne güzel dedi. Ne güzel dedi. Valla. Gözəl nədir? Ne güzel deyim. Adı deyirəm ki, lazımdır. Mən tək gəl, yəni elə məclis var ki, valla dəfələrlə Türkan da şahid olub. Türkan xanımla istəyirlər, bax, belə məclislərdə olub, o tərəfində deyəcəm. Amma mən məsləhət görməmişəm ki, yox. Elə məclis olub ki, mən heç bir kəsə deməmişəm, amma mənlə bir qız oxuyur, olar onu gətirim. Çünki mən Türkan